Rəhman və Rəhim olan Allahın adı ilə. Həqiqətən möminlər nicat tapmışlar. O kəslər ki, namazlarında müti olub boyun əyərlər. O kəslər ki, lüzumsuz şeylərdən üz döndərərlər. O kəslər ki, zəkat verərlər. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla, onlarla görəcəkləri bu işdən ötürü qınanmazlar. Bundan artığını istəyənlər həddə aşanlardır. O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar. Namazlarına riayət edərlər. Onlardır varis olanlar. Firdovs cənnətinə varis olanlar. Orada əbədi qalanlar. Biz həqiqətən insanı tərtəmiz, süzülmüş palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik. Sonra laxtalanmış qanı bir parça ət etdik. Sonra o bir parça əti sümüklərə döndərdik. Sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur. Belə bir yaradılışdan sonra siz mütləq öləcəksiniz. Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz. And olsun ki, biz sizin üstünüzdə 7 yol, göy yaratdıq. Biz məxluqatdan da xəbərsiz deyilik. Biz göydən lazımı qədər yağmur endirdik və onu yerdə saxladıq. Biz sözsüz ki, onu aparmağa da qadirik. Sonra sizin üçün onunla, o su ilə xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz. Sina dağından çıxan bir ağac da yaratdıq ki, o, yiyənlər üçün zeytun və yağ bitirər. Həqiqətən heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan, süddən sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. Həm də onlardan yeyirsiniz. Həm onların, həm də gəmilərin üstündə daşınırsınız. Həqiqətən biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: Ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məyər qorxmursunuz? Qövmünün kafir başçıları dedilər: Bu sizin kimi yalnız adi bir insandır. Sizə böhlük etmək istəyir. Əgər Allah istəsəydi, bizə peyğəmbər olaraq mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin. Nuh belə dedi: Ey Rəbbim, onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et. Biz Nuha belə vəhy etdik: Gözlərimiz önündə, nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla ailə üzvlərini gəmiyə mindir. Zülm edənlər barəsində mənə müraciət etmə, çünki onlar suya qərq olacaqlar. Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi, bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun de. Həmçinin belə de: Ey Rəbbim, məni bərəkətli bir yerə indir. Sən sığınacaq verənlərin ən yaxşısısan. Şübhəsiz ki, bunda insanlar üçün ibrətlər vardır. Həqiqətən biz bəndələrimizi imtihana çəkirik. Onlardan sonra başqa bir nəsil yaratdıq. Onlara özlərindən bir peyğəmbər göndərdik. O, tayfasına dedi: Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məyər Allahın əzabından qorxmursunuz? Tayfasının kafir olan, axirətdə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan əşrafı dedi: Bu sizin kimi ancaq adi bir insandır. Yediyinizdən yeyir, içdiyinizdən içir. Əgər siz özünüz kimi adi bir insana itayət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. O sizə ölüb torpaq və sürüsümük olduqdan sonra qəbirlərinizdən dirildilib çıxardılacağınızı mı vəd edir? Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq. Bu qeyri-mümkündür. Bizim həyatımız yalnız bu dünyadadır. Birimiz ölür, birimiz dirilirik. Biz bir daha dirildiləcək deyilik. Bu sadəcə olaraq Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik. O Peyğəmbər belə dedi: Ey Rəbbim, onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et. Allah buyurdu:
Birazdan peşman olacaqlar. Biraz sonra həqiqətən qorxunc bir səs onları bürüdü. Biz onları sel üstündəki saman çöpünə döndərdik. Zalım tayfa məhv olsun. Onlardan sonra başqa nəsillər yaratdıq. Heç bir ümmət öz əcəlini nə qabaqlayar, nə də yubada bilər. Sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv olsun. Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir dəlillə göndərdik. Fironun və onun əyan əşrafının yanına. Onlar iman gətirməyi təkəbbürlərinə sığışdırmayıb, özlərini yuxarı tutan cəmaat olaraq qaldılar. Dedilər, bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana iman mı gətirəcəyik? Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular. Həqiqətən biz Musaya kitabı verdik ki, bəlkə doğru yola yönəlsinlər. Məryəm oğlunu və anasını bir möcüzə etdik. Onları abad və axar sulu uca bir yerdə yerləşdirdik. Ey Peyğəmbərlər, təmiz nemətlərdən yeyin və yaxşı işlər görün. Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm. Bu, tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Məndən, əzabımdan qorxun. Amma ümmətlər öz dinini aralarında parçalayıb, firqə-firqə oldular. Müxtəlif məzhəblərə ayrıldılar. Hər firqə öz dininə sevinir. Sən onları bir müddət öz şaşqınlıqları içində burax. Məyər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar. Həqiqətən Rəbbinin qorxusundan tir-tirəsənlər, Rəbbinin ayələrinə inananlar, Rəbbinə şərik qoşmayanlar, ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb, verməli olduqlarını verənlər. Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Bizdə haqqı söyləyən bir kitab vardır. Onlara haqsız yerə əsla zülm olunmaz. Lakin kafirlərin qəlbləri bu barədə cəhalət içindədir. Onların bundan başqa ayrı işləri də vardır ki, elə onları edib durarlar. Nəhayət, onların naz-nemət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman fəryad edib imdad diləyərlər. Yalvarıb yaxarmayın. Bugün bizdən sizə heç bir kömək yetişməz. Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz. İman gətirməyi özünüzə sığışdırmayıb, gecələr toplanaraq ağzınıza gələni deyirdiniz. Məyər kəlam haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi. Yoxsa öz peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər. Yaxud, onda divanəlik var, dedilər. Xeyr, peyğəmbər onlara haqla gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istəklərinə tabi olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, biz onlar üçün öyüd nəsiyyət gətirdik. Onlar isə özlərinə edilən öyüd nəsiyyətdən üz döndərirlər. Ya Rəsulum, yoxsa sən onlardan bir muz istəyirsən?